Salam, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasının canlı efirində Hədəf Analitik İnformasiya proqramına baxırsınız. Dünya növbəti dəfə yeni bir münaqişənin alovlanması ilə üz-üzə dayanıb. Antonio Guterresin, yəni BMT-nin baş katibinin söylədiyi kimi, bəşəriyyət belə bir növbəti münaqişənin yükünü qaldırmaq gücündə deyil artıq. Amma təəssüflər olsun ki, məhz Hindistanın aqressiv hərəkətləri nəticəsində hazırda bu bölgədə Pakistanla ciddi şəkildə münaqişənin alovlandığını biz müşahidə etməkdəyik. Bu münaqişənin səbəbləri nədən ibarətdir? Nə üçün hazırki şəraitdə bu baş verdi? Bunun həm tarixinə toxunacaq, həm siyasi səbəblərinə, geosiyasi səbəblərinə, dərinliklərdə daha necə deyərlər, dərinlərdə bu münaqişənin hansı səbəbləri var? Bax, ona da proqramımızın gedişində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə toxunacaq əziz tamaşaçılar. Azərbaycan Parlamentinin deputatı Bəhruz Məhərrəmov, xoş gəlib proqramımıza. Vaxtınız xeyir olsun. Sağ olun, Bəhruz müəllim. İlyas Söyünovu, politoloqu da salamlayırıq. İlyas müəllim, xoşdur sizi yenidən görmək. Və Vüsal Quliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspertini də salamlamaq istəyirəm. Vüsal müəllim, siz də xoş gəlmişsiniz. Çin üzrə mütəxəssissiniz. Məncə Çini bu proseslərdən ayrı təsəvvür etmək olmaz. Elə deyil? Doğru. Ona görə də sizə bu istiqamətdə suallarım olacaq. Həmçinin qardaş Pakistandan da siyasi şərhçi Qayser Navab proqramımızın qonağı olacaq. Mr. Navab, thank you very much for your joining today to our program. Thank you. Thank you very much for having me on this important discussion. Yeah, thank you. Əgər icazə versiniz elə qonağımızla başlayaq. Məncə maraqlı olacaq onun fikirlərini öyrənək. Dear brother, I would like to ask your opinion about this process, about this war. We can say this process like as war between Pakistan and India. Thank you, my dear brother, and of course, my second home, Azerbaijan, which is also our brother country. And we feel that Azerbaijan was among the first country who reached out to us in this conflict time. We called it war when we said this started by India, because when you violate the international territory, you are interfering inside any independent country. I think it's just a clear signal of war that is being started by... Brother, I should translate for our viewers because they can't understand English right now. I translate and then we will continue with you. Qonağımıza, əziz tamaşaçılar, sualımız bundan ibarət oldu ki, nə baş verir orada? Pakistanla Hindistan arasında bu münaqişəni biz müharibə adlandıra bilərikmi? Bax, belə bir sual verdik. Nə dedi qonağımız? Qonağımız bildirdi ki, əvvəla Azərbaycan mənim ikinci evimdir. Özümü, yəni hər zaman Azərbaycanda evimdəki kimi hiss edirəm və Azərbaycanın bizə verdiyi dəstəyə görə də təşəkkür etmək istəyirəm, söylədi qonağımız. Bir sıra ekspertlərə görə əlbəttə bunu Hindistanın bizim üzərimizə bu hücumunu müharibə kimi xarakterizə edirlər. Və bu belədir, deyir qonağımız. Yes, dear friend, continue, please. Yeah, and last night we saw this aggression of the Indian and independent territories of Pakistan in three different cities, Muzaffarabad, Kotli, and Bahawalpur, which resulted in killing of the innocent civilian lives and martyred children and other elderly people as well. Ya, bildirir ki, yəni Hindistanın bizə qarşı aqressiyası nəticəsində gecədən başlayan günahsız insanlar qətlə yetirilib. Bizim şəhərlərimiz Müzəffərabad və bir-iki digər şəhərin adını çəkdi. Əziz tamaşaçılar, həmin şəhərlərimiz bombalanıb, günahsız insanlar, o cümlədən də uşaqlar qətlə yetiriliblər və təbii ki, biz belə bir hadisəni, belə bir müharibəni yaşamaq məcburiyyətindəyik hazırda. Yes, go ahead, please. The attack was happened on the holy place of Muslims mosque, and that has also shown the aggressive face of India. And this attack was within no time defended by the Pakistan armed forces in a very professional and a very brave manners that the whole world is witnessing since this morning. Ya, bildirir ki, yəni İslam aləmi üçün, müsəlmanlar üçün müqəddəs olan məscidlər də Hindistanın təcavüzünə məruz qalıb, təəssüflər olsun ki, və qonağımız qeyd edir ki, buna rəğmən Pakistan ordusu öz hazırlıq səviyyəsini
yüksək səviyyədə nümayiş etdirdi. Bu təzyiqə qarşı adekvat cavablar verməyə başlayıb ordumuz, söyləyir Pakistandan olan siyasi ekspert. Yes, continue please. And the results, the whole night, the operation was carried against the Indian, and the good news is that Pakistan has fallen down, ground down their 3 Rafale jets, which is the French technology, modern jets, and 1 MiG-29, and 1 Issue plan, and also 1 Huron combat drone. Yeah. But the interesting part is that these all aeroplanes have drowned inside India. Ya bildirir ki, yəni biz yaxşı bir xəbər də onu deyə bilərəm ki, artıq müzəffər ordumuz Fransa istehsal olan Rafale, yəni hərbi hücum təyyarələrindən you said 3 yes airplane. Rafale. Mr. Rabab bildirdi ki, 3 dedi, dəqiqləşdirmək istədim. 3 Fransa istehsalı olan Rafale, yəni hücum təyyarəsini məhv edib. Bundan başqa bir MiG təyyarəsini, başqa bir yəni ölkənin istehsalı olan digər bir təyyarəni də, hücum təyyarəsini də məhv edib. Ordumuz bildirdi ki, bundan əlavə bir pilotsuz uçuş aparatını da vurub Hindistan ordusuna məxsus olan bu silahları, yəni hücum silahlarını məhv edib və əməliyyatları Hindistanın içərisinə çəkib, deyir bizim qonağımız. Bəli, əziz tamaşaçılar, biz qonağımızla bağlanan kimi yenə bağlayarsınız. Lütfən texniki heyətimizdən xahiş edirik. Bəruz müəllim, sizin fikrinizi bu məsələ ilə əlaqədar öyrənmək istəyirik. Qonağımız dedi ki, bu müharibə adlandırmaq olar artıq. Yəni, nə üçün baş verdi indiki şəraitdə? Bunun bir qədər, necə deyərlər, geosiyasi mübarizə meydandan mı çevrilmək istəyir o bölgə? Çünki müxtəlif rəylər, fikirlər, indi mən proqramdan öncə də baxdım, yəni xarici analitik mərkəzlərin açıqlamaları var, fikir mübadilələri var. Bunlar söyləyirlər ki, burada yəni hətta Birləşmiş Ştatlar Çin toqquşması kimi də xarakterizə edənlər var. Siz necə bunu təhlil edə bilərsiniz bizim üçün? Təşəkkür edirəm. Öncə onu dedim ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi konstitusiyon səviyyədə ifadə olunub. Biz bütünlükdə münaqişələrin, xüsusən də bütövlükdə istənilən mübahisələrin münaqişəyə çevrilməsini, münaqişələrin isə hərbi yolla hər hansı formada həllinin əleyhinəyik. Biz müharibələri rədd edirik. Lakin indiki məqamda çox təəssüflər olsun ki, dünyada istəsək də, adlandırsaq da, adlandırmasaq da 3-cü Dünya müharibəsinin gedişatına şahidlik edirik. Hətta belə deyirsiniz. Və hətta bunu, mən yox, bunu məhz möhtərəm prezident özü dəfələrlə ifadə edib ki, artıq faktik olaraq 3-cü Dünya müharibəsidir. Bilirsiniz, xatırlayırsınız, elə gənclər xatırlamaz, amma ən azı bizim nəsil xatırlayar. Sovet dövründə belə bir ifadə öyrədilirdi SSR tarixində ki, Leninin statlarına əsaslanırdı. Aşağılar əvvəlki qaydada yaşamaq istəmir, yuxarılar əvvəlki qaydada idarə edə bilmir. Yəni, artıq görünən odur ki, möhtərəm prezident də dəfələrlə bəyan edib, artıq dünya nizamı əvvəlki qaydada davam edə bilmir. Və eyni zamanda da mövcud mexanizmlər artıq yeni qaydaları idarə etmək iqtidarında deyil və məsələn BMT idarəçiliyində ona görə Azərbaycan dəfələrlə yeniləşmənin, islahatların aparılmasını təklif edib. Və bugün faktik olaraq beynəlxalq mexanizm beynəlxalq təhdidləri aradan qaldırmaq gücündə deyil. Və bu isə müharibələrin, müxtəlif münaqişə formalarının, ayrı-ayrı dövlətlərdə terror aktlarının, artıq ayrı-ayrı dövlətlərin özlərinin daxili siyasi məqsədlərinə çevrilən hadisəyə çevirməyə, istiqamətləndirməyə gətirib çıxarır. Məsələn, Hindistan bilirsiniz, 2027-ci il seçkilərdir. Hindistanın hazırki rəhbərliyi bir mənalı şəkildə müharibə və ya digər üsullarla özünün düşən reytingini qaldırmaqda maraqlıdır. Bu bir. Səbəb odur deyirsiniz. Səbəblərdən biri budur. İkincisi, əlbəttə ki, dünyada ABŞ-Çin qarşıdurması öz yerində. Bu, məhz hər iki dövlətin sıx münasibətləri olduğu və bir mənalı şəkildə çox bərabər hərəkət etdiyi dövlətlər vasitəsilə və digər istiqamətlərdə ola bilər. Eyni zamanda başqa bir məqam biz Azərbaycan-Ermənistan münasibətlərində zamanında gördük ki, Ermənistanın əli ilə Azərbaycanın üzərinə sanki bir xaç yürüşünə keçmək istəyirdilər. Kimlər dayandı onun arxasında? Eyni qaydada bugün. Həmin şeyi biz məhz Pakistan-Hindistan sərhədlərində müşahidə edirik. Son nəticədə ortada olan reallıq nədir? Reallıq ondan ibarətdir ki, Pakistan ərazisi, Hindistan ərazisində, daha doğrusu həmin bölgədə
terror aktının ardınca Hindistan heç bir araşdırma aparmadan cəmi 30 dəqiqə ərzində həmin hadisəni araşdırmadan, həmin hadisə ilə bağlı fürsətlər meydana çıxdığı qənaətinə gəlib. Yəni, həmin hadisəni fürsətə çevirib, Pakistan ərazisində silahlı hücum edib. Dinc insanları bir mənalı şəkildə hədəf alıb, dini məbədləri hədəf alıb, məscidləri hədəf alıb. Bu, Azərbaycan üçün də tanışdır. Azərbaycan da bilir dini ibadətgahları, qəbirstanlıqları hansı formada hədəfə alırdılar bizdə. Biz bunu yaşamışıq. Eyni qaydada həmin zülmlə bugün Pakistan qarşılaşıb və nəticə itibarilə Pakistan özünün müdafiə hüququndan istifadə edərək BMT Nizamnaməsinin 51-ci, 25-ci maddələrinə əsaslanaraq müvafiq addımlarını bir mənalı şəkildə özünü müdafiə edir və bu müdafiə də kifayət qədər yüksək səviyyədə həyata keçirilir. Xatırlayırsınızsa... Görüntüləri göstərir. Bəli, tamamilə. Bax, bu bir mənalı şəkildə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İkincisi, beynəlxalq humanitar hüququn kobud pozuntusudur. Bugün Pakistan faktik olaraq yalnız və yalnız özünü müdafiə ilə məşğul olur və Pakistan rəsmilərinin də çıxışlarına, danışıqlarına biz baxsaq, Pakistan bir mənalı şəkildə sülh yönümlü davranışlar nümayiş etdirir. Baxmayaraq ki, təcavüzə məruz qalıb, biz hazırıq dayandırmağa deyir. Baxmayaraq ki, bugün hələ o müvafiq cəbhə xətti adlandıra bilərik. Cəbhə xəttində də üstünlüyü ələ alıb, Hindistan tərəfindən artıq ağ bayraqlarla bağlı görüntülər var. Buna baxmayaraq Pakistan bir mənalı şəkildə sülhün tərəfdarıdır. O Kəşmir, Cammu faktiki olaraq Pakistanın ərazisidir. Yəni, belə beynəlxalq hüquqa baxsaq, yəni işğal olunmuş bölgə kimi də bölgədir. Və Azərbaycanın da bununla bağlı kifayət qədər aydın mövqeyi var. Hələ ötən ilin fevral ayında dövlət başçımız Pakistanın baş naziri ilə görüşdə də bəyan edilmişdi ki, biz beynəlxalq hüququn bütün məsələlərində Pakistanla bərabər çıxış edirik. Və nəzərə alaq ki, biz hansısa bir dövlət beynəlxalq hüququ çiynəyir və biz ona dəstək dururuq deyə bir məqam yoxdur. Pakistanın yanındadır burada beynəlxalq hüquq. Bəli, Bəhruz müəllim, davam edərik sizdən. Yenə də Pakistanlı qonağımızla biz əlaqə quracağıq. Əgər bağlantıdadırsa. Mr. Nawab, do you hear me? Yes, I hear you. Sorry, the internet issue. Yes, I understand. So you can continue. Azerbaijani Foreign Minister, affairs supported Pakistani position. And how can you comment this position of Azerbaijan Republic? Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın mövqeyini müdafiə etdi. Bunu bizim üçün necə şərh edə bilərsiniz? Qonağa sual verdik. Yes, continue please. Azerbaijan has always had a clear positions based on international laws and regulations and justice. And we are very thankful for that. And that's not only aligned with our brotherly relation, but that's also aligned with the international laws and of course today's world, global connectivity and the world that needs peace. And I think that's a very positive sign from the Republic of Azerbaijan. Ya, bildirir ki, Azərbaycanın biz təşəkkür edirik belə ədalətli, o cümlədən də beynəlxalq hüququ müdafiə edən mövqe sərgiləməsinə görə. Əlbəttə, Pakistan üçün Azərbaycan qardaş dövlətdir, amma bu halda sadəcə qardaşlıq məsələsi deyil. Beynəlxalq hüquq bizim tərəfimizdədir, Pakistan tərəfindədir. Ona görə də qardaş Azərbaycan dövləti də Pakistanın mövqeyini, yəni beynəlxalq hüququ müdafiə edir, deyir qonağımız. Yes, go ahead, please. Yes, and I think this aggression by the Indian armed forces that is seen by the world, and that was just in what the Indian is saying is that was in response to the 22nd April attacks. But I believe that this was just another drama by the Indians, and there was no such truth, and their response is just an aggression, and this just an opening of a war, and that is not only a problem for both the countries, but there's another issue for the whole region, and this is attack on the regional peace. Ya, bildirir ki, yəni burada Pakistan müxtəlif, üzr istəyirəm, Hindistan müxtəlif bəhanələr irəli sürür və bu eskalasiyanı başlamasının səbəblərini onunla izah edir. Əslində isə məsələ bundan ibarət deyil. Burada sadəcə olaraq bölgədə sülhü sabitliyi pozmaq üçün Hindistan yəni bu cür addım atdı. Bunun bir neçə səbəbləri var. Can you explain about these reasons of aggressive position of India? This reason has been seen by previously actions by the Indian Prime Minister Narendra Modi as well.
his way of behavior and his politics style is similar of aggression style, and he has always been tried to be a popular leader by the populist idea. But I think this time his drama has been failed, and he has been fully exposed not only to the whole world, but to the Indian people themselves as well. Yeah. We also believe that the civilians are innocent everywhere in all part of the world, including our Indians as well. Yeah. And I think they should also expose the Indian Prime Minister's this drama. Ya bildirir ki, yəni burada mən səbəblər nədir? Bəs Hindistanın belə aqressiv addımlarının soruşdum. Bildirdi ki, qonağımız səbəb Modidir, yəni hazırda Hindistana rəhbərlik edən şəxsdir. O özünün populist, yəni çıxışları ilə, mövqeyi ilə seçilən bir şəxsdir və hazırda da problemlər yaşayır. Ona görə də bu addımları atdı. Əlbəttə, bu dəfə o uğur qazana bilmədi. Çünki bütün dünya ilə faktiki olaraq qarşı-qarşıya qaldı bu aqressiv addımlarına görə. Həmçinin də Hindistan xalqının özü, yəni Hindistan xalqının özü də onun siyasəti ilə bu addımlarla razılaşmır. Ona görə də bizim mövqeyimiz nədən ibarətdir? Hər iki tərəfdə olan günahsız insanlar, onlar günahsızdırlar, onlar qurbana çevrilməməlidirlər, deyir Pakistanlı ekspertimiz. Yes, brother, conclusion please. I should give the floor. It's also important to It's also important to mention that Pakistan has condemned the terrorist attacks on 22nd April in Pagram region of Kashmir, the Indian occupied Kashmir. But what happened was also condemnable, and we as a people also condemn that attack as well. And we have requested the Indian, where they just put their blame on Pakistan within 30 seconds about these attacks, that there should be an independent inquiry. There should be independent investigation of these attacks. Of course. And we are ready for all the supporting this kind of investigation on a neutral forum. But this unilateral attack by the Indian last night was just a very cowardly action by the Indian. Yes, brother. Thank you very much for your participation and good luck. Thank you very much. And Azerbaijani people stand with you, of course. And I would like to express our condolences also to the people of Pakistan, brotherly Pakistan. Thank you for your participation. Thank you very much. And I received a lot of messages from all our friends from Azerbaijan this morning. And we believe that we are one nation, and of course in two countries, but yes, one country itself as well. Yeah. And we are thankful for this sign of unity, brotherhood, and we will stand together in all hard and thicks. Thank you. Yeah, Zindabad, Pakistani-Azerbaycan friendship. Thank you very much. Bildirdi ki, əziz tamaşaçılar, Pakistan əlbəttə aprelin 22-sində baş vermiş o hadisəni qətiyyətlə pisləyir. Biz insanların, günahsız insanların ölməsinin, öldürülməsinin əleyhinəyik. Amma burada bir məsələ var. Biz eyni zamanda Kəşmirin də Hindistan tərəfindən işğala məruz qalmasını da qəbul edə bilmərik. Onu da pisləyirik, deyir. Konkret hadisəyə gəlincə isə bildirir ki, Pakistan əslində müstəqil ekspertlər tərəfindən investigation, yəni bu hadisənin detallı araşdırılmasını təklif edir. Yəni başqaları gəlib, beynəlxalq ekspertlər gəlib hadisəni araşdırsınlar, günahkarları cəzalandırsınlar, bildirir qonağımız. Mən dedim ki, yəni biz sizə başsağlığı veririk, qurbanlarınız var. Eyni zamanda Azərbaycan xalqı da təbii ki, Pakistanlı qardaşlarımızın yanındadır söylədim. Bildirdi ki, biz çoxlu mesajlar alırıq şəxsən özüm Azərbaycandan. Əlbəttə ki, biz bir millət, iki devlətik və belə dedi də Bəruz müəllim, yəni siz də gördünüz. Bir millət, iki devlət kimi yanaşırıq. Pakistanlı ekspert belə söylədi və dedi ki, əlbəttə biz Azərbaycan xalqının bizimlə göstərdiyi bu həmrəyliyi, bu birliyi qiymətləndiririk, söylədi bizim qardaş Pakistan İslam Respublikasından olan qonağımız, əziz tamaşaçılar, Qayser Navab. İlyas müəllim, sizin də şəhrinizi alaq. Pakistandan necə deyərlər, isti məlumatları aldıq. Dedi ki, bizim əlaqəmiz yoxdur. Bizi Modi, Bəruz müəllim də əslində onu demişdi, populyarlığının düşməsi nəticəsində belə bir avanturaya gedib. Necə şərh eləyərdiniz? Avanturadır mı bu, yoxsa daha dərin səbəblər var? Varsa nələrdir? Əlbəttə, böyük bir müharibənin olması bu coğrafiyada ciddi dağıntılara, fəlakətlərə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, hər iki dövlət nüvə klubuna daxil olan dövlətdir
Və 1947-ci ildən Hindistan İttifaqı və Pakistan dominionu yaradandan sonra müxtəlif bu cür eskalasiyalar, gərginliklər, müharibələr baş vermişdir. Amma əgər hazırki reallıqlarda döyüş meydanında bu iki dövlət üz-üzə gələcəksə, onda Rusiya-Ukrayna müharibəsi bunun çox-çox kölgəsində qalacaq. Çünki çox milyonlu ordudan söhbət gedir və eyni zamanda burada həm Hindistan tərəfində islamofob görüşlərin uzun müddətdir ki, kultivasiyası, müsəlmanlara qarşı aqressiv, radikal çıxışlar, parlament səviyyəsində, hökumət səviyyəsində Hindistan ictimaiyyətini də bax bu cür Pakistana qarşı nifrət nitqinə körükləmişdir. Bu da səbəbsiz deyil və hazırki vəziyyətə təsir edən məqamdır. Və qardaş Pakistanın mövqeyi tamamilə aydındır. Əgər bir hadisə baş veribsə, bunu təftiş etmək, analiz etmək, səbəbkarları müəyyən etmək və cəzalandırmaq. Deyir, həm də müstəqil ekspertlər gəlsin, biz hazırıq deyir. Tamamilə doğrudur. Amma burada bir analiz aparmaq lazımdır. Hadisələr arasında analogiyada bir baxa bilərik. Məsələn, Həmas və İsrail arasında müharibə nədən başlandı? Oktyabrın 7-sində. Oktyabrın 7-sində, tamamilə doğrudur. Turistlərə qarşı bir hücum təşkil olundu. Eyni hadisədir, sanki başqa dövrdə, başqa coğrafiyada baş verir. Orada da Kəşmir ərazisində olan turistlərə bir hücum, basqın təşkil olunmuşdu. Mən elə gəlir ki, bax burada bu paralellər arasında, oxşarlıqlar arasında da səbəbkarları tapmaq olar. Sanki bir güc var dünyada. O, qərbdən şərqə doğru müxtəlif eskalasiyaları, dondurulmuş münaqişələri, müxtəlif yatmış konfliktləri oyatmaqla məşğuldur. Məsələn, Rusiya-Ukrayna, daha sonra cənuba doğru proyeksiya olundu, yaxın şərq, indi isə Hindistan, Pakistan, gedəcək o tərəfə Yaponiya və təzən fırlanacaq. Sanki, bax, dünya yenidən bu cür formatlanır və burada müxtəlif müharibələr fonunda maraqlıdır ki, vasitəçilik etmək istəyən dövlətlərin də sayı ya heç görünmür və ya susqunluqla qarşılayırlar, narahat olduqlarını bildirirlər və bu da təəssüf doğuran məqamdır. Məsələn, Amerika Birləşmiş Ştatları baş vermiş məsələ ilə bağlı geniş müharibənin olmaması bizim arzumuzdur kimi bir bəyanatla kifayətlənir. Rusiyanın da kifayət qədər burada vasitəçilik etmək potensialı var, nədənsə görünmür. İran tərəfi vasitəçilik etmək missiyasını sanki üzərinə götürməyə çalışır. Çünki baxmayaraq ki, İran, Hindistan və İran-Pakistan münasibətlərinin müzakirəsi üçün İranın Xarici İşlər Naziri Abbas Araqçının regiona səfəri təşkil olunur. Amma Pakistandan sonra indi Hindistanda da bu görüşlər təşkil olunacaq. Və əlbəttə ki, burada əsas məsələ beynəlxalq hüquqa hörmətlə riayət eləməkdir. Bu beynəlxalq hüquqa keçməmişdən öncə bu proqramdan hazırlaşarkən gördüm İlyas müəllim, Hindistan Birləşmiş Ərəb Əmirliklərinə müraciət edib ki, vasitəçi olsun. Ola bilər, bəli. Yəni bilmirəm bu nə dərəcədə Əruz müəllim yəni burada bilirsiniz, məsələn İran nüvə proqramı ilə bağlı Omanda keçirilir görüşlər. Elə dövlətlər ola bilər ki, hər iki tərəfə loyal olsun, platformanı təmin etsin. Ola bilər ki, heç beynəlxalq münasibətlər sistemində nüfuzlu, təsir edici bir aktor olmasın. Amma bu hər iki tərəfin, münaqişə tərəflərinin o dövlətə olan inamı əsasında bir masa arxasında müzakirələr təşkil oluna bilər. Şübhəsiz ki, məsələni dinc yolla həll etmək lazımdır. Və burada söylənildi sizin əvvəlki fikirlərinizdə ki, böyük ərazidə və əhalinin də çoxluq təşkil etdiyi bir ərazidə ayrı-ayrı güc mərkəzləri buranı bir proksi kimi sınaqdan keçirdirlər. Deyək ki, Pakistana Çinin dəstəyi, Hindistana ABŞ-ın dəstəyi ilə burada böyük alovlanma baş verə bilər. Bu geopolitik məsələlər var. Bunun hidro tərəfləri var. Məsəl üçün, Pakistan ərazisindən axan çayların Hindistan qarşısını alır və burada quraqlığa, insanların sosial fəlakətinə, demografiyaya təsir eləyir. Bu dəfə də etdi. Bu dəfə də elədi. Yəni, bu cür məsələlər var. Əlbəttə, dünya okeanlarına çıxış, onlar uğrunda mübarizə, mal, tədarük, mübadilə məsələləri də var. Amma şübhəsiz ki, burada böyük müharibənin qarşısını almaq üçün müxtəlif vasitələr həyata keçirilməlidir. Və tərəflər arasında da hazırki günə qədər də, bu reallığa qədər sanki bu eskalasiyanı çərçivə həddində saxlamaq niyyəti də vardır. Deyək ki, İndiyə qədər 3 dəfə olub da. 3 dəfə bu cür aralıqlarla bu baş verir. Amma maraqlıdır ki, tərəflər sərhədi keçmirlər. Öz ərazilərində qırıcıları qaldırıb, qarşı tərəfin hədəflərinə vururlar. Və bu əlbəttə ki, geniş miqyaslı müharibəyə çevrilə bilər. Ona görə də beynəlxalq geosiyasi aktorlarda buna susqun nümayişkarana baxmamalıdırlar. Çünki çox böyük dağıntılardan, fəlakətlərdən söhbət gedir və artıq
bu müharibə də baş versə, aydın şəkildə artıq Bəhruz müəllim də dediyi kimi 3-cü Dünya müharibəsi ayrı-ayrı coğrafiyalarda eyni anda gedir. Koalisiyalar da var. Dövlətlər öz mövqelərini də ifadə edirlər. Hərbi cəhətdən də silahlanma və Amerika Birləşmiş Ştatlarının növbəti il üçün hərbi büdcəni 1,3 trilyon dollara qədər artırması məsələsi var ki, artıq siyasi, dinc, diplomatik vasitələr kənara çəkilir. Daha çox eskalasiya, militarizasiya, hərbi ritorika və müharibə siqnalları. Bəli, müharibəyə təşviq və radikal ekstremist baxışlar, terrorçuluğa dəvət və digər məsələlər çox ciddi problemlərdir hazırda. Bəli. Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistanı, biz qeyd elədik, əziz tamaşaçılar, yəni Hindistana dəstək bəyanatı verib. Eyni zamanda eskalasiyanın qarşısının alınması nöqteyi nəzərində də fikirlər ifadə olunub. Nə deyir Xariciyyə Nazirliyimiz? Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq, deyir bizim Xarici İşlər Nazirliyimiz. Vüsal müəllim, siz bu bəyanatı necə bizim üçün şərh edə bilərsiniz? Burada həm Pakistana bizim təbii müttəfiqimiz, qardaşımız olaraq Pakistanlı ekspertimizin söylədiyi kimi beynəlxalq hüququ müdafiə edərək verdiyimiz dəstək var. Amma bir cümlə də var. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq, deyir Azərbaycan dövləti. Buyurun. Azərbaycan tərəfi təbii olaraq həmişə olduğu kimi münaqişələrin həllində diplomatik yollara daha çox üstünlük verir və bu kimi münaqişələrin regionda hansı fəsadlara səbəb olacağını da çox yaxşı anladığından münaqişələrin həllində tək yolun sülh olduğunu daim təbliğ edir. Çünki əvvəlki müharibələrə baxdığımızda 47, 65, 71 və 99-cu illərdəki müharibələrə baxdığımızda əlbəttə ki, nəticələri dağıdıcı olmuşdu. Amma bu dəfə baş verəcək müharibənin nəticələri daha dağıdıcı olacaq. Çünki həm risk payı yüksəkdir, həm də qloballaşan dünya nəticəsində Pakistan və Hindistan kimi ölkələr qlobal iqtisadiyyatın əsas oyunçuları halına gəlmiş vəziyyətdədir. Və bu münaqişədə proqramın başında da qeyd etdiyiniz kimi əsas aktorlardan biri Çindir. Çünki hətta belə deyə bilərik ki, Hind Sakit Okean hövzəsində baş verən istənilən hazırki vəziyyətdə, xüsusən son ildə istənilən siyasi hadisədə ABŞ və Çin kimi super güclərin geoiqtisadi maraqları da nəzərə alınmalıdır. Onu qeyd edim ki, Hind Okeanı Çinin... O xəritəni verin lütfən, orada daha aydın görünəcək məncə, buyurun. Hind Okeanı Çinin tranzit xəttlərinin, marşrutlarının diversifikasiyası üçün əhəmiyyətli bir su hövzəsidir. Xüsusilə də Pakistan bu mənada Çin üçün strateji əhəmiyyətə malikdir. Unutmayaq ki, Çinin dünyaca məşhur infrastruktura layihəsi olan Kəmər və Yol layihəsinin ən böyük payçısı Pakistandır. Bu günə qədər həmin layihə və ondan kənar digər layihələr çərçivəsində Çinin Hindistana qoyduğu investisiyanın həcmi 26 milyard ABŞ dollarıdır. Çinin Pakistana... Üzr istəyirəm, Çinin Pakistana qoyduğu investisiyanın həcmi 26 milyard ABŞ dollarıdır. Samer, onda bir sual verin. Nə üçün Pakistanı seçib Çin, nəinki Hindistan? Tamaşaçılarımızda bu sual yarana bilər. Çin üçün bunun fərqi nədən ibarətdir? Tamamilə haqlı sualdır. Əvvəla Hind və Çin tarixinə, xüsusən 60-cı illərdən bu günə qədər nəzər saldıqda bu ölkələrin daim münaqişə halında olduğunun şahidi oluruq. Çinlə Hindistan arasında hələ də tam həllini tapmamış sərhəd münaqişələri mövcuddur. Hətta 2022-ci ildə bu münaqişələr yenidən alovlanmışdı. Və bundan kənar regionda Çinin rəqibi olacaq, Çinin rəqibi olma potensialına malik yeganə ölkə Hindistandır. Bunu ABŞ və Hind münasibətlərinin formalaşması çərçivəsində də görə bilirik və Çin də bunu çox yaxşı anlayır və təbii ki, bu mənada Pakistan Çin üçün strateji əhəmiyyəti artır. İnfrastruktura layihələrinə burada toxunmaq çox vacibdir, çünki biraz əvvəl dediyimiz kimi Hind Okeanı Çinin tranzit xəttlərinin diversifikasiyası istiqamətində əhəmiyyətli regiondur. Pakistanda mövcud olan Qvadar limanı, hansı ki Çin sərmayəsi hesabına tikilib və Hörmüz boğazına 400 kilometr məsafədə yerləşir. Bu eyni zamanda Çinin körfəz ölkələrindən daşıdığı enerji resurslarının da təhlükəsizliyinə cavabdeh olan bir portdur.
Burada əsas məsələ ABŞ, Hindistan və Sinqapurun daha çox nəzarətində olan Malaka boğazını yan keçərək alternativlər yaratmaqdır. Qvadardan başqa regionda yenə Çinin həm sərhəddə olduğu Benqal körfəzində yerləşən, Myanmada yerləşən Kiatbu portu var, hansı ki yenə Çinin kəmər və yol layihəsi çərçivəsində tikilib. Bundan əlavə yenə Hindistan bunlara mane mi olur deyirsiniz? Mane olmur, amma Hindistan bunu təhlükəsizlik və iqtisadi cəhətdən onda bir sual da verim. Təhlükə və rəqib olaraq bir sual da verim sizə. Bir sual da tam tamamlayacaq məncə. Çünki biz bilirik ki, Johannesburgda elə deyilmi? Orada yəni böyük 20'lerin toplantısında Birləşmiş Ştatların da müdafiə etdiyi Hindistan üzərindən keçəcək bir yoldan da söhbət gedirdi. Ticarət yolundan söhbət gedirdi. Onun bu məsələlərlə bilavasitə və ya bilvasitə bağlılığı varmı? Tamamilə yerində deyilmiş şərtdir. O məsələni Amerikanın regiondakı maraqlar çərçivəsində dəyərləndirəcəkdim. Qeyd etdiyiniz məsələ 2023-cü ildə baş verib Biden və Modinin elan etdiyi. İsrail Ərəb dövlətləri də var orada. Bəli, tamamilə haqqlısınız. Koridor dəhlizin adı Hindistan, Orta Şərq, Avropa, hansı ki bu məsələ fevral ayının 13-də Modinin Ağ Evi ziyarəti zamanında Trump tərəfindən qabardıldı və Trump hətta biraz da məsələni təfsilatlı şəkildə izah etdi ki, bu dəhliz sualtı kommunikasiya kanallarını əhatə edəcək və regiondakı kommunikasiya şəbəkələrinin, logistik xətlərinin inkişafında və ən əsası ABŞ-nin özünə strateji tərəfdaş saydığı ölkələrdən keçəcəyi elan olundu. Bunlar da daxildir Hindistandan başlayaraq Səudi Ərəbistanı, oradan İsrail və oradan Şərqi Avropa olmaqla qərbə doğru irəliləyəcək. Və əlbəttə ki, burada tranzit kanallar uğrunda da mübarizə gedir. Çünki son illər hər nə qədər beynəlxalq yük nəqlində dəmir yollarının payı artsa da, onlara qarşı maraq yaransa da, bu qəbildən məsələn orta dəhlizində çəkisi artıb. Dünyadakı yüklərin nəqlində əsas keçidlər hələ də su yollarıdır, xüsusən dünya okeanıdır. Və buna görə də hətta Şri Lankada 2017-ci ildən bəri Çinin sahib olduğu məşhur Hambantota limanı var ki, bu mənada Şri Lankada Hindistanın cənubunda yerləşən həm etnik cəhətdən, həm digər bütün cəhətlərdən Hindistana ən yaxın olan bir regiondur və Çinin oradakı varlığı əlbəttə ki, narahat edir. Bütün bunlarla yanaşı Çinin dənizdə yerləşən, dəniz sahilində yerləşən Cibuti hərbi bazası da sırf Hind okeanındakı təhlükəsizliyi üçün Çinin xaricdə qurduğu ilk hərbi bazasıdır. Və bütün bunlar əlbəttə ki, nəhəng bir logistik şəbəkədir və bunlar Hindistana əhatə edilmiş vəziyyətdədir. Və təbii ki, ABŞ də bunun fərqindədir. Onlar da öz kanallarının tikintisi uğrunda, öz tranzit xətlərinin formalaşması uğrunda mübarizə aparır. Bundan əlavə, yenə 2 həftə öncə ABŞ vitse-prezidenti Vance Hindistanda 4 günlük səfərdə oldu. Yenə çıxışları əsasən, əgər izlədirsənizsə, Hindistanın hərbi cəhətdən gücləndirilməsi üzərine fokuslanmışdı. Trump da Ağ Evdə, Vance də həmçinin Hindistanda vurğuladı ki, ABŞ istehsalı son nəsil qırıcı təyyarələr F-35-lərin Hindistana ixracı vacibdir. Fransadan Rafale almışdı bu yaxında. Əlbəttə, amma F-35-lər dediyiniz təyyarələrlə müqayisədə texniki cəhətdən olduqca üstündür və Amerika bunu hər ölkəyə satmır və hər ölkəyə də təklif eləmir. Hindistan bu mənada Amerika ona görə lazımdır ki, həm iqtisadi cəhətdən Çinin qarşısında qoya biləcək ən güclü geosiyasi oyunçudur, həm də siyasi cəhətdən Hindistan buna çox isti yanaşmasa da, çünki hər kəsin bildiyi kimi Sovet dönəmindən bəri Hindistan daha çox balanslı siyasət yeritməyə çalışır. Çünki Hindistan Çin kimi bir super güclə qarşı-qarşıya gəlməyin nələrə səbəb olacağını çox yaxşı anlayır. Sağ olun. Bəli, bitirin fikrinizi. Sujetimiz var, onu təqdim etməli. Və biraz əvvəl də dediyim kimi, Amerika üçün də Hindistan iqtisadi cəhətdən ona görə vacibdir ki, Çində itirməkdə olduğu 500 milyon nəfərlik orta sinfi əvəzləyə biləcək dünyada əhalicə ən böyük ölkə olan Hindistan. Nə deməkdir o? 500 milyon orta yəni Çində alıcılıq qabiliyyəti 500 milyon olan orta sinif sayılan əhali sayı 500 milyondur. Hal-hazırda Çindən nəyi almağı yox, daha çox Çinə nəyi satmaq üstündə fokuslanıb, xüsusilə də əmtəə istehsalı ilə məşğul olan ölkələr Amerikada bu qəbildəndir. Sadəcə Çinin Amerika məhsullarına tətbiq elədiyi son rüsumlardan dolayı təbii ki, Amerika mallarına maraq da etib və dövlətin də bu istiqamətdə danışıqlar gedir deyəsən tənzimləyəcək. Əlbəttə, amma bu danışıqlar ərəfəsində aylar gedir və aylar böyük bizneslərə ciddi
mənfi mənada təsir göstərir. Amerikada Hindistanı tələsdirdiyi bir məqam var, ticarət sazişinin imzalanması. Hansı ki, hal-hazırda iki ölkə arasında ticarət həcmi dövriyyəsi 130 milyarddır. Bunun həcmini 2030-a qədər 500 milyard dollara qədər artırıb Çində itirdiklərini kompensasiya eləmək istəyir Amerika. Yəni artıq Çindən əlini üzür dolayısıyla demək istədiyim nədir? İndiki vəziyyətdə Pakistanla Hindistanın müharibə aparması zəifləmiş Hindistana gətirib çıxacaq. Bu da hələ ki Amerikanın marağında deyil. Bir vacib məsələ, Amerikaya çox eşitdiyimiz bir məqam var ki, istehsal xəttlərini Çindən çıxartmaq istəyir. Çindən çıxardıb yönləndirəcəyi əsas alternativ ölkə olaraq Hindistanı görür. Və bu mənada dediyimiz kimi istehsal xəttləri üçün stabillik lazımdır, iqtisadi təlatümlərin olmadığı bir ölkə lazımdır. Və onda bu nədir bu münaqişə? Yəni, niyə alovlandı? Bu münaqişə biraz əvvəldə qeyd olunduğu kimi daha çox mən də onun tərəfdarıyam ki, Modi sırf seçkilərlə bağlı populyarlığına xidmət edəcək və öz maraqları çərçivəsində formalaşdırdığı yenə də qeyd olundu ki, fikir verirsinizsə çərçivədən də kənara çıxmır. Davam eləyə bilsəm, məncə çıxmayıb və maksimum da eskalasiya bu səviyyədə qalacaq. Çünki biraz başda dediyim kimi, bu ölkələr iri, əhalicə çox, dünya qloballaşan dünyanın əsas oyunçularıdır. Burada yenə qida təhlükəsizliyi aspektləri yaranır. Çünki bildiyimiz ki, Hindistan dünya düyü ixracatının 40%-ni həyata keçirdir. Pakistan da həmçinin 4-cü yerdədir. Xüsusilə yüksək növ düyü ixracında Pakistan. Bəli, belə həm iqtisadi, geosiyasi, siyasi rəqabət. Çox tərəfli hadisələrdir. Bəli, yanaşma olar. Amma bizim əməkdaşlarımız da bir sujet hazırlayıblar. Gəlin onların da zəhmətini itirməyək. O sujetə baxaq. Gözəl bir sujetdir. Sonra davam edəcək əziz tamaşaçılar. Pakistanın baş naziri Şahbaz Şərif yaranmış gərginliklə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb. Toplantıda Nazirlər Kabinetinin üzvləri və ordunun rəhbər heyəti iştirak edib. Hindistanın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb. Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Hindistanın təcavüz aktı Pakistanın suverenliyinin açıq şəkildə pozulmasıdır. Bu cür hərəkət BMT nizamnaməsinə, beynəlxalq hüquqa və dövlətlər arası münasibətləri tənzimləyən normalara ziddir. Pakistan Hindistana xəbərdarlıq edib ki, bu cür ehtiyatsız davranış regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Qarşıdurmaya gəlincə, ötən gecə Hindistan Pakistana qarşı Sindur əməliyyatı həyata keçirib. Əməliyyat zamanı 9 hədəfə zərbə endirilib. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə hədəflərdən 4-ü Pakistanda, qalanı isə Cəmmu və Kəşmirdə olub. Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayış səsləri eşidilib. Pakistan tərəfi Hindistanın 2 məscidə hava zərbəsi endirdiyini açıqlayıb. Son məlumata görə hücum nəticəsində 24 nəfər həlak olub, 61 nəfər xəsarət alıb. Həyatını itirənlər arasında məscidə sığınan qadın və azyaşlılar da var. Pakistanın Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib. Təhlükə ilə bağlı məktəblərdə tədris dayandırılıb. Yerli sakinlər sığınacaqlara yerləşdirilib. Həmçinin Pakistan hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Son məlumatlara görə Lahor və Kəraiçdən aviareyslər bərpa edilib. Qısa zaman ərzində Pakistan qarşı tərəfə cavab hücumu həyata keçirib. Cəmmu və Kəşmirdə nəzarət xətti boyunca Hindistan postları atəşə tutulub. Bundan başqa Pakistan Silahlı Qüvvələri Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarəni vurub. Onlardan ikisinin Fransa istehsalı olan Rafal qırıcıları olduğu bildirilib. Pakistanın informasiya və yayım naziri Ataullah Tarar bəyan edib ki, Hindistan ordusu bir neçə yerdə, xüsusilə Çora kompleksi postunda ağ bayraq qaldıraraq məğlubiyyətini qəbul edib. BMT-nin baş katibi Antonio Guterres münaqişə tərəflərini maksimum təmkinlə olmağa çağırıb. O, dünyanın daha bir hərbi qarşıdurmaya tab gətirməyə biləcəyini bildirib. ABŞ prezidenti Donald Trump isə münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyi də Hindistan və Pakistanı sakit olmağa və gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır. Bəhruz müəllim, siz bunu münaqişənin alovlu bir müharibəyə, yəni böyük fəlakətə çevrilməməsi üçün hansı addımlar atılmalıdır? Bax, sizə görə dövlətlər, BMT-nin baş katibinin bəyanatını gördünüz, Birləşmiş Ştatların prezidentinin çıxışını gördünüz, münasibətini gördünüz və ard-arda açıqlanır. Bəs nə etmək lazımdır sizə görə ki,
bu böyük fəlakətə çevrilməsin. Hər iki ölkə nüvə dövlətidir sonunda. Elham müəllim, biz çox qütblü dünyadan danışırıq və qlobal şimal və qlobal cənub arasında ziddiyyətlərin dərinləşməsindən, ayrıcı xətlərin daha da artmasından danışırıq. Məsələ ondan ibarətdir ki, bugünə qədər biz daha çox hələ də o Sovet dövründən qalan ənənələr üzərində oturan bir qarşı durma, bir ziddiyyətlə, ziddiyyətin münaqişəli vəziyyətə keçməsi barədə daha çox düşünürdük. Rusiya-Ukrayna münaqişəsi zəminində Rusiya və Qərb arasında ziddiyyətlər. Amma bugün tədricən dünyada həmin o qütbləşmənin şaxələnməsinin şahidiyik. Yəni, bugün artıq eyni zamanda Qərb və Çin arasında ziddiyyətlərin daha da dərinləşməsini və hətta birbaşa Çin, Amerika Birləşmiş Ştatları səviyyəsində olmasa da dolayısıyla, necə ki bir zamanlar bu Əfqanistanda idi, eyni qaydada bugün necə ki Rusiya və Ukrayna arasında münaqişə eyni zəmində davam edir. Necə ki bir vaxtlar bunu Azərbaycan və Ermənistan arasında etmək istəyirdilər, məhz o Qərbin dəstəyi ilə bu məsələləri uzatmaq istəyirdilər. Bugün həmin vəziyyət eyni zamanda qeyd etdiyimiz kimi məhz müvafiq bölgədə davam edir. Bu nədir? Bu deməkdir ki, bu əslində Qərbin özü üçün də o qədər də sərf edən variant deyil. Qərb faktiki olaraq qüvvələrini həm Rusiya, həm Çin cəhbəsinə bölməli olur. İkincisi, dünya hazırda əsas narahatlıq duyduğu məqamlardan biri nüvə müharibəsidir. Hansı ki, hər iki dövlət hazırda nüvə silahına sahibdir və hər iki dövlətin də nüvə silahına sahib olması həmin dövlətlərdən daha çox onları dəstəkləyən aidiyyatı müttəfiqlərə malik dövlətlər tərəfindən təmin olunmuş silahlardır. Və belə olan məqamda əlbəttə ki, məsələ kifayət qədər mürəkkəbdir. İndiki məqamda mən də eskalasiyanın xüsusilə dərinləşəcəyinə inanmıram. Və eyni zamanda indiki məqamda həmçinin proseslərin digər regionlara, məhz buradan qaynaqlanaraq digər regionlara sıçrayacağı da o qədər inandırıcı görünmür. Amma indiki məqamda insanlar ölür, indiki məqamda faktiki hərbi münaqişə var və indiki məqamda bu vəziyyətdən, bu gərgin vəziyyətdən istifadə etməyə çalışanlar var. İndi biz Narendra Modinin adını çəkirik. Bəli, həqiqətən də o kifayət qədər populist, eyni zamanda kifayət qədər də təcavüzkar mövqeyə meyllənən bir siyasətçidir. Açıq deyilə bölgəmizə münasibətdə bugün Ermənistanın əsas təchizatçılarından biri kimi Hindistan çıxış edir. Ermənistanda məqsədləri nədir? Təcavüzkarlıq. Və eyni zamanda, bax, bilirsiniz, əgər Hindistan və Pakistan arasında, əgər bütövlükdə bölgədə həmin o enerji olmasaydı, həmin o məqsədlər, həmin o toqquşma indiki səviyyədə çatmasaydı, münaqişəsiz, təbii ki, Modi bunu hansısa formada alovlandıra bilməzdi. Bu təbliğat, anti-Pakistan təbliğatı ilə kifayətlənə bilərdi, televiziya, Kiyev süjetləri ilə kifayətlənə bilərdi, amma görünən odur ki, sadəcə Modi bu fürsətdən istifadə etməyə cəhd etdi. Və bu da həqiqətən də ağır. Burada həm də baxın da, Bəruz müəllim, bundan öncə məsələn Kəşmirin statusu məsələsi. Kəşmirin çox geniş muxtariyyəti var idi, elə deyilmi? Yəni Hindistan o bölgəni tutub zamanında, bu ayrıca bir tarixdir. Amma onu ləğv elədi, elə deyilmi? Ləğv elədi. Hər addımında bu eskalasiyanı tətikləyir də, bu faktdır. İndiki məqamda bax, o dediyimiz o enerji yığıntısına, dediyimiz o müharibəyə gedən yolda... Haqsız da, elə deyilmi Bəruz müəllim? Bir mənalı şəkildə müharibəyə gedən yol, bir mənalı şəkildə Hindistanın siyasətindən qaynaqlanıb. Baxmayaraq ki, o Cənubi Kəşmir bölgəsində müvafiq beynəlxalq hüquq qaydaları qüvvədədir. O qüvvələrin özü belə, o qüvvədə olan qaydaların özü belə əslində beynəlxalq hüququn mahiyyətinə ziddir. Əslində Pakistan dövlətinin və yerli əhalinin oradakı insanların bir mənalı şəkildə maraqlarına ziddir. Sadəcə bilirsiniz, belə deyək də, bugün o ədalətsizliyi ortaya çıxan beynəlxalq mexanizmlər elə o zamandan ədalətsiz təməllər atıblar və necə ki, dünyanın ayrı-ayrı bölgələrində, eyni zamanda Cənubi Kəşmir də həmin bölgədə daim müharibə alovlandıracaq rıçaq kimi çıxış etməkdədir. İndiki məqamda münaqişələrin qarşısını necə almaq? Bilirsiniz, münaqişələrin qarşısının alınması üçün münaqişələrin qarşısını alacaq normal mexanizmlər olmalıdır. Həmin mexanizmlərin formalaşması üçün isə beynəlxalq strukturlarda islahatlar lazımdır. Bu da qısa müddətdə ağlamaqdan görünmür. Və bu da qısa müddətdə ağlamaqdan görünmür. Ona görə də yəni bizim dövlətimizdə, Türkiyədə hər zaman nə deyir? BMT-nin özündə islahatlar aparılmalıdır. Dünya 5-dən böyükdür təbii ki. Böyükdür 5-dən. İndiki məqamda da çox təəssüflər olsun ki, hələ ki, məsələn, Azərbaycan prezidenti bilirsiniz, kifayət qədər çox ciddi bir mexanizm irəli sürdü. Məsələn, İslam Qoşulma Hərəkatının rəhbəri kimi Azərbaycan prezidenti təklif etdi ki, Qoşulma Hərəkatının, İslam Həmrəylik Təşkilatının, eyni zamanda türk dilli dövlətlərin özlərinin nümayəndələri niyə BMT Təhlükəsizlik Şurasında olmasın? BMT Təhlükəsizlik Şurasının ən azı 300-ünə biz şahidlik etmiş ki,
necə münaqişəni açıq formada dəstəkləyib, necə münaqişənin davamlılığına vasitəçi qismində bir zamanlar münaqişəni dəstəkləmə öz yerində Ermənistanı dəstəkləyib, açıq formada təcavüzü dəstəkləyib, işğalı dəstəkləyib və öz ərazilərindən 1000 kilometrlərlə kənarda terrorizmlə mübarizə aparan dövlətlər açıq şəkildə etnik separatizmə dəstək veriblər. Bax, belə bir vəziyyətdə bunlar dünya idarə edə bilərmi? Bunlar hansısa bölgədə ədaləti tənzimləyə, ədalət gətirə bilərlərmi? Ona görə də təbii ki, məhz elə qeyd etdiyiniz kimi müvafiq islahatların həyata keçirilməsi zəruridir. Əlbəttə, mən düşünürəm ki, istənilən halda bölgədə Pakistan və Hindistan arasında münaqişənin hansısa səviyyədə yüksələcəyi, daha çox alovlanacağı o qədər ağlabatan görünmür. Amma əgər bu olarsa, çox dövlətlər, bütövlükdə region bundan zərər çəkəcək və hətta bu qütblərin istiqamətini dəyişə bilər. Təəssüf ki, haqlısınız bu məsələdə, Bəruz müəllim. Yəni, böyük fəlakətlərə gətirib çıxara biləcək bir, yəni, faktiki olaraq bununla üz-üzəyik. Siz doğru söylədiniz. Yəni, 3-cü Dünya müharibəsi gedirdi, elə deyilmi? Fakt başqa cür necə izah etmək olar? Amma yenə də Azərbaycan da, özəlliklə təbii müttəfiqimiz olan Türkiyədə yəni bu məsələdə bir mənalı mövqe nümayiş etdirir. Baxmayaraq ki, biz Pakistanla qardaşlıq münasibətlərinə malikik, amma təbii Pakistanın haqlarını müdafiə edirik, sağduyuya çağırırıq Türkiyə türkçəsində desək. Biz indi Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına da baxaq, nə deyir? Türkiyənin Xarici İşlər Nazirliyi Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik. Diqqət etdinizsə, İlyas müəllim, mülki infrastrukturun hədəf alınması məsələsi haqqında danışılır. Nə üçün bu barədə danışılır? Yəni, Hindistan mülki infrastrukturu hədəfə alıbmı? Alıbsa, burada məqsəd nədən ibarətdir? Çünki biz bilirik, yəni Pakistan cavab zərbələri indirərkən hərbi obyektləri vurur. Amma Hindistan deyir, axı, mən terrorçuluqla mübarizə aparıram. Bəs dinc əhalini vurmaq terrorçuluqla mübarizə beləmi olur? Populist siyasəti bir nəticəsidir. Hər iki tərəfdə sərhədyanı bölgələrdə məktəblər bağlanıb və əlbəttə ki, Pakistan tərəfi də bilir ki, Hindistan dövləti mülki infrastrukturu, mülki hədəfləri vuracaqdır və elə o da baş verdi. Çünki Pakistanlı bizim ekspert qonağımız da qeyd elədi ki, məscidləri və mülki evləri, mülki şəxsləri də hədəf alıb Hindistan. Bu da əlbəttə müharibənin çirkin bir təzahürüdür. Biz bunu, Bəruz müəllim bayaq bizim münaqişədən də toxundu, danışdı, bizim regiondan da danışdı. Biz nə qədər bu mülki ərazilərimizin hədəf alındığını görmüşük, bunun acısını çəkmişik, bizə qarşı qətliam, soyqırım törədilib. Elə 2-ci Qarabağ müharibəsində də Cəfə bölgəsindən uzaq, Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, digər ərazilərin, bütün ərazilərin hədəf alındığını görmüşük və bəzi raketlər düşürdü, partlamırdı, bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən qabaqlanırdı. Amma elə bu da bu müharibədə miqyasına qədər görə böyük olsa da elə eyni insanlıq əleyhinə, bəşəriyyət əleyhinə bir müharibə və onun acı nəticələri kimi qiymətləndirilməlidir. Və əlbəttə bu müharibələrin qarşısını almaq üçün dövlətlərin miqyasından, əhalisindən, demoqrafik göstəricilərindən, gücündən, ümumdaxili məhsulundan asılı olmayaraq bir xüsusi mexanizmlər formalaşdırılmalıdır. Kim formalaşdıracaq o mexanizmi? Axı bunlar biri deyir ki, mən Qrenlandiyanı tutacağım, Kanada mən bir ştatım olmalıdır. O biri başqa ölkənin ərazisinə girir. Bu biri yenə işğal eləyib, 50 ildə, 60 ildə işğal davam eləyir. Kim nə istəyir bu dünyada onu etmək. Mən güclüyəm, haqlıyam prinsipi ilə də. Kim yaradacaq bu sistemi? Gücün hüququ, hüququn gücündən daha üstündür. Amma yəni... Bizə də demirdilərmi barışın bu vəziyyətlə? Biz yəni güclü olmasaydıq, bizi də məcbur etmək istəyirdilər. Yəni bu reallıq bunlar idarə edir də dünyanı. Düzdür. Ya da elə görüntü yaradırlar. Amma istənilən halda bu sülhə, ədalətə, bərabərliyə çağırış etmək önəmlidir. Hansın ki, Azərbaycan da qardaş Türkiyədə edir və elə Rəcəb Tayyip Ərdoğanın dünya 5-dən böyükdür tezisi çox önəmlidir və burada da Təhlükəsizlik Şurasının özünün transformasiyası önəmlidir. Və bayaq da qeyd etdiyim kimi, ayrı-ayrı güc mərkəzləri hansının ki, bu məsələni həll etmək üçün potensialı var, geopolitik təsir gücü var, mexanizmi var, onlar kənardan bunu izləyirlər. Ən təəssüf doğuran məsələ budur. Məsələn, Amerika Birləşmiş Ştatları Rusiya-Ukrayna müharibəsini nizamlamaq və müharibəni dayandırmaq üçün çağırışlar etdi. Trumpın seçki qabağı dövrdə əsas
propaganda alətinə çevrildi bu. Lakin görürsünüz ki, müharibəni dayandırmaq mümkün deyil. Ukraynanın öz tələbləri var ərazi bütövlüyü kontekstində, Rusiyanın öz tələbləri vardır, ABŞ-ın öz tələbləri, Avropa İttifaqının digər tələbləri. Ona görə də bu müharibəni dayandırmaq mümkün deyil. Və ABŞ da baxır kənardan ki, əgər bu məsələdə mənim vasitəçilik gücümə, qüdrətimə tərəflər inanmayacaqsa, burada öz beynəlxalq avtoritetini, imicini xərcləmək istəmir. Təəssüflər olsun ki, münaqişələrə bu cür ayrı-ayrı... Sizcə inanmalıdırlarmı? Əlbəttə inanmayacaqlar. Çünki digər vasitəçilik məsələsində... Xariciyyə naziri gəlir, 4 gün orada səfərdə olur, silahlanmalıdır Hindistan. Əlbəttə. Yəni bu tənqid eləmirik, amma reallıq da var da. Düzdür və yaxud elə Macronla Modinin görüşünü də xatırlamalıyıq. Orada da Ermənistanın silahlanması məsələsi müzakirə olunurdu. Yəni bu şeyləri biz unutmuruq və kifayət qədər ciddi ölkəmizdə də beyin mərkəzləri, təhlil mərkəzləri, düşüncə fabrikaları, bütün baş verənləri yaxşı, xalqımız yaxşı bilir, hələ bu strateji tərəfini bir kənara qoyaq. Ona görə də burada bir dövlətin sürətli şəkildə silahlanması, silah alması və müdaxili məhsulun hərbi sənaye komplekslərinə ayrılması məsələsi varsa, bilinir ki, bu müharibəyə hazırlaşmaq deməkdir. Və əlbəttə ki, qardaş Pakistana da səbir, dözüm, iradə və güclü müqavimət arzulayırıq ki, burada Hindistanın bu cür həmlələrinin qarşısını alsın. Əlbəttə, burada mənəvi həmrəylik xalqımızın, əlbəttə Pakistan xalqının yanındadır. Biz 44 günlük vətən müharibəsini və Pakistan xalqının Azərbaycana dəstəyini də unutmamışıq. Ölkəmizin hər bir güşəsində qardaş Türkiyə ilə yanaşı Pakistanın bayraqları dalğalanırdı. Bu mənəvi dəstəyi biz hər zaman hiss etmişik və heç vaxt unutmayacağıq. Bəli. Üsam müəllim, sizə belə bir sual vermək istəyirəm. Əslində, yəni proqramın gedişində epizodik də olsa biz bu barədə danışdıq. Burada əslində hər iki ölkənin malik olduğu silahların da bir testidir. Yəni prosesini görürük, elə deyilmi? Yəni istəsək də, istəməsək də belədir vəziyyət. Yəni Pakistan artıq 5 qırıcını məhv edib. Özdə yüksək texnologiyalar... Və biz Pakistan qırıcılarını alırıq. Yəni burada da bir test eləmək üçün də kifayət qədər müşahidə imkanları var. Bu pəncərədən baxanda tərəflərin güc balansını necə qiymətləndirə bilərsiniz? Sualını sizə vermək istəyirəm. Məncə tamaşaçılarımız üçün maraqlı olacaq bu sual. Əlbəttə, rəqəmlərlə ifadə olunsaydı daha aydın bir mənzərə yaranardı. Amma yoxdursa, hər iki ölkənin də balistik nüvə texnologiyalarına malik olduğu sir deyil və hər iki ölkə dəfələrlə müharibə yaşayıb və təcrübəli orduya da malik olduğu göz qabağındadır. Və Pakistanın Çin tərəfindən dəstəklənməsi biraz əvvəl dediyimiz o təyyarə texnologiyasının əslində bir qismi Çinin təminatı hesabına formalaşıb. Digər tərəfdən Hindistanda qərb mənşəli silahlara malik olması əslində bir tərəfdən bu şərq-qərb timsalında şərq-qərb texnologiyasının rəqabəti kimi də göstərilə bilər. Qeyd etdiyiniz kimi, əgər Pakistan tərəfi Hindistana məxsus texnologiyaların mərfində üstünlük əldə edibsə, deməli, burada artıq Çinin də əli güclənir əslində öz texnologiyasını dünyaya nümayiş etdirmə adına. Geniş miqyaslı müharibənin baş verəcəyini zənn etmirəm. Ən azından buna ümid edirəm. Çünki artıq planet bəzi qeyri-rəsmi mənbələrdə Türkiyə silah sənayesinin məhsullarını da... Bu təsdiqini tapmayıb deyə buna dair şərh verməyim yanlış olar. Amma geniş miqyaslı müharibənin baş verməyəcəyini zənn edirəm və ümid edirəm. Əks halda planet növbəti belə bir zərbəni götürəcək potensialda deyil. Rus-Ukrayna müharibəsində xatırlayırsınızsa taxıl böhranı yaşanmışdı. Bu dəfəki müharibədə isə böyük ehtimal düyü böhranı yaşanacaq ki, əgər izlədirsəniz, baxdırsanızsa... Nə böhranı? Düyü böhranı? Bəli, düyü çəlti. Yəni, nə üçün onu deyirsiniz? Region, Pakistan, Hindistan, Bangladeş və digər ətraf bütün ölkələr dünyada düyü istehsal, ixracatının əsas... Başa düşürük, bilirik onu. Nə mani, nəsə təhlükə mi var? Əlbəttə, bunu hətta Malayziya rəhbərliyi dünən mediaya açıqladı ki, hal-hazırda vəziyyət çox kritikdir və yüksələn xətlə davam eləsə indiki kritik vəziyyət hətta Malayziyanın qida ehtiyatının 40% risk altına düşmüş olacaq. Paralel olaraq təbii ki, bu xəbərlərlə yanaşı Orta Şərq ölkələri, xüsusən Səudi Ərəbistanı artıq Hindistandan sifariş etdiyi düyü miqdarını artırıb və alternativ kanallar axtarışı uğrunda mübarizə sürətlənib və biraz əvvəl sadaladığımız infrastruktura layihələrində yaşanacaq hər hansı bir problem, logistik mənada axsamalar təbii ki, qida tədarükündə də, qida təchizat zəncirində də təlatümlərin yaşamasına səbəb olacaq.
Və verdiyiniz sualın cavabı məncə bu cümlələrdə var. Həmin ölkələrin mediasında, kütləvi informasiya vasitələrində bu proseslər necə işıqlandırılır? Misal üçün, Çin sahəsi üzrə, Çin ölkəsi üzrə mütəxəssissiniz. Orada necə işıqlandırılır? Yəni, burada günahkar kim hesab olunur? Bu məsələlərdə təkcə Çin deyil, yəni bölgə ölkələrində bilirəm ki, məlumatlısınız. Tamamilə haqlısınız. Çin mediasında hətta Hindistanla yanaşı Amerikada tənqid olunur. Hindistanın Amerikaya verdiyi, üzr istəyirəm, Amerikanın, ABŞ-nin Hindistana verdiyi güvən və ABŞ-nin bu mənada Hindistanın silah və digər yüksək texnologiyası ilə bağlı verdiyi təminat Hindistanın bu cür aqressiv addımlar atmağında əsas faktor kimi qiymətləndirilir. Təbii ki, uzun illərdən bəri Pakistanla ciddi strateji tərəfdaş olan Çin, Azərbaycan kimi həm də eyni zamanda beynəlxalq hüquqi dəstəkləyən bir ölkə kimi Pakistanı həm siyasi, həm digər mənalarda dəstəkləməyə davam edir. Əlbəttə ki, burada hələ ki açıq mediada silah və yaxud digər formada hər hansı hərbi texnikanın sırf bu hadisə ilə bağlı Pakistana ixracı olmasa da yaxın gələcəkdə bunun olması mümkündür. Çünki buna qədər Pakistan Çin texnologiyasını idxal edib və öz arsenalında istifadə edib. Yəni deyirsiniz ki, Pakistan ordusundakı silahlanma əsasən Çin məhsullarıdır. Çin texnologiyası əsasında istehsal olunan məhsullardır. Belə mi deyirsiniz? Bəli, və ortaq mühəndislik. Hindistanda bəs? Hindistanda daha çox, biraz əvvəl də deyildiyi kimi, həm Avropadan idxal var, həm Amerikadan, xüsusən Biden dönəmində dənizdə hərbi əməliyyatların aparılması üçün xüsusi texnologiyalar təmin olunub Hindistan. Çünki bu döyüşlər əgər geniş miqyaslı bir döyüşə çevriləcək təqdirdə eyni vaxtda dəniz döyüşlərində baş vermə ehtimalı yaranır və buna qədər artıq Hindistan dəfələrlə Amerika ilə dəniz hərbi gücünü artıracaq sazişlər imzalayıb və bundan sonra da imzalanacağı həm Trump tərəfindən, həm Modi tərəfindən, həm son dəfə ABŞ vitse-prezidenti Vance'in çıxışından da aydın görünür. Yəni, hipotetik düşünək ki, münaqişə daha da çox alovlanıb, başqa ölkələrin bu münaqişəyə qoşulmaq və daha böyük təhlükəli vəziyyətin yaranması perspektivini necə görürsünüz? Sözsüz hazırki məqamda belə bir risk var, amma hansı ölkələr misal üçün qoşula bilər? Əlbəttə ki, regionda tərəfdaş ölkələr saya biləcəyimiz Pakistanın artıq dəstəkləyici ölkə bəllidir. Çin, Hindistan həmçinin qərb tərəfindən dəstəklənir. Dəqiq hansı ölkələrin qoşula biləcəyi sualın cavabı biraz mürəkkəbdir. Amma oyunçuların yeri və mövqeyi onsuz da bəllidir. Bəli, bu yəni güc balansı Hindistanın tərəfindədir, belə başa düşürük də. Yəni həm əhali nöqteyi nəzərdən rəqəmlərə baxsaq elədir, amma rəqəmlər kəmiyyət həmişə keyfiyyət demək deyil. Bu mənada Pakistanın da biraz əvvəl dediyimiz kimi Hindistan kimi böyük rəqiblə 4 dəfə böyük müharibədən sağ-salamat çıxması əslində Pakistan bu mənada zəif rəqib olmadığının bariz nümunəsidir. Təbii ki, elədir. İlyas müəllim, bəs bu münaqişənin bir tarixi haqqında bəlkə siz məlumat verəsiniz. Yəni, Böyük Britaniya imperiyasının tərkibində olub bu bölgə. Əvvəl yəni bir dövlətin tərkibində olublar və ümumiyyətlə bu tarixi haqqında danışın. Çünki daim gərginliklər var burada. Nədir bunun səbəbi? Yəni bir qədər bunun köklərinə varsaz. Məsələnin kökündə dini, ideoloji. Yəni nə zamandan başlayıbdır yəni bütün bu münaqişənin kökü? Britaniya imperiyasının burada 47-ci ildən müstəqillik elan etdikdən sonra burada sanki beynəlxalq ədəbiyyatda da belə terminologiya var. Sanki minalar bastırılıb. Burada müxtəlif münaqişə ocaqları dondurulmuş vəziyyətdə saxlanılmışdır və müxtəlif dövrlərdə bu eskalasiyalar baş vermişdir. Bu da dünyada ümumən bu qalxan hərarət, cərəyanlar dalğasında hər zaman bu bölgədə də bir əldə olunan silahların tətbiqi, eyni zamanda ildırım sürətli müharibə ilə hansısa əraziləri operativ şəkildə ələ keçirtmək, hansı ki, bax elə Kəşmir haqqında danışdıq və yaxud ayrı-ayrı bölgələrdə məzhəblə bağlı, dini məsələlərlə bağlı, kənar müdaxilələrlə bağlı, hibrid təsirlərlə bağlı bölgələrin muxtariyyət çağırışları, müstəqillik çağırışları. Məsələn, Bangladeşin özü Hindistan və Pakistan arasında müharibədən sonra yaranan bir dövlət kimi dünya xəritəsindədir. Yəni, bütün bunlar
hazırda da dünyada gedən bu artan temp üzrə şiddət, zorakılıq, xaos, anarxiya dalğasında təzahür edir. Əgər dünyada bütün dövlətlər bərabərlik, işbirliyi, koridorların istifadəyə verilməsi, sülh, əmin-amanlıq, ticarət haqqında danışacaqlarsa, əlbəttə bu coğrafiyada müharibə olmayacaqdır. Dünyada qalxan bax bu toz dumanın fonunda biz görürük ki, bax bu coğrafiyada da həm dövlətlərin daxilində, xüsusilə də Hindistanda Pakistana qarşı bu nifrətin alovlandırılması, körükləndirilməsi, eyni zamanda kənar qüvvələrində burada maraqlı olmasının nəticəsini biz yaşayırıq. Və bu tarixən də formalaşan Britaniya imperiyasının qalıqları üzərində, külləri üzərində bax bu cür müharibə axtarışında olan dövlətlər də var. Xüsusi xidmət orqanlarının fəaliyyəti də var. Mən bayaq təsadüfən turistlərə olan hücumun arxasında hansı qüvvələrin olduğunu sualını ritorik olaraq vermədim. Biləs, sual da odur. Bəs necə deyirlər, tələm-tələsik dərhal məsələni yəni şişirtmək, Pakistanı günahlandırmaq, nəinki günahlandırmaq, o hücuma keçmək, hərbi eskalasiyanı təşkil etmək anlaşılan deyil axı. Burada nə baş verir? Yəni həqiqətənmi Moody yalnız şəxsi reytinqinin qorunması və yüksəldilməsi üçün bunu edir? 2027-ci il seçkilərinə hazırlığın bir parçasıdırmı bu? Bu dərəcədə mi sadədir, bəsitdir məsələ? Bir sıra tezislə, yəni burada yoxsa dediyiniz kimi bəlkə burada xarici xüsusi xidmət orqanlarının da maraqlı ölkələrin rolü olmamış deyil. Olmamış deyil. Bir lövhəmiz olsa orada hamısı bu tezislər şəklində qoyarıq da. Bir Modinin reytinqi, 2027 seçkiləri, geopolitik məsələ, hidromüharibə, Qərb, Amerika Birləşmiş Ştatları, Çin mübarizəsinin coğrafiyaya yansıması. Yəni bunlar hamısı səbəblərdir. Bu səbəblərin üzərində çox və ya az dayana bilərik, amma əsas məsələ hazırki vəziyyəti normallaşdırmaq və yumşalmaya doğru tərəfləri çağırmaq önəmlidir. Amma burada şübhəsiz ki, ayrı-ayrı güc mərkəzlərinin də burada öz maraqları vardır və Pakistan ilə Çin arasında olan sövdələşmələr və strateji müttəfiqlik, Çin üzərindən Pakistanın fəaliyyəti və bu tənzimləmə, müxtəlif hərbi əməkdaşlıqlar, süni intellekt əsaslı yeni texnologiyaların hərbi fazada işlənilməsi həm də dövlətlər arasında iqtisadi təhlükəsizliyi təmin etməyə yönəlmişdir. Bəli, Vüsal müəllim bir məqama toxundu. O, yəni bizim sualımızı cavablandırarkən ticarət yolları uğrunda gedən mübarizənin bir parçası kimi də xarakterizə. Elə dediniz də. Doğrudur. O da bir növ mübarizə. Nədir bu? Yəni bunu bir qədər açın, yəni məlum olsun. Çünki burada biz bilirik ki, Johannesburgda verilmiş o qərar ki var idi. Yəni Hindistanın projesi deyək də bu cür adlandırılırdı. Yəni onun o belə perspektivli alternativ ticarət yollarından biri hesab olunur. Pakistanı vurmaqla nə demək istəyirlər? Bax, bu önəmli sualdır məncə. Nəyə mane, nəyə işarə edirlər? Burada bir məsələ də var. Məsələn, bu həm də proksi müharibədir. Şübhəsiz ki, mən onu da dedim ki, yəni Çin Pakistan tərəfindən dəstəklənir və Hindistanın ABŞ tərəfindən dəstəklənməsi var. Böyük bir coğrafiyada təəssüflər olsun ki, önəmli geosiyasi aktorlar proksi məkana çevrilirlər. Ondan da böyük dövlətlərin təsiri ilə. Suala cavab verin lütfən. Və burada bir məsələ də var. Məsələn, birinci kadensiyası dövründə də Trumpın Çin ilə ticarət müharibələri var idi. İndi də eyni tarif, rüsum tətbiq etməsi var. Və Çin tərəfindən ABŞ-a yönəlik, bilavasitə Trump administrasiyasına yönəlik fikirlər bundan ibarətdir ki, biz bu müharibədən çəkinmirik, qorxmuruq və sona qədər bu müharibədə iştirak etməyə hazırıq. Hətta Çin ABŞ-dan gələn məhsullara daha yüksək rüsumlar tətbiq edir. Yolları xəritəsi varsa, rejissorumuz versə, orada daha məncə aydın görünür. Yer varsa arxivimizdə. Və əlbəttə bir sanksiyalarla, iqtisadi məhdudiyyətlərlə əgər ABŞ öz məqsədinə çata bilmirsə, onda zəminə inmək lazımdır. Yəni bölgədəki xaosdan və yaxud idarə olunan xaosdan iqtisadi fayda güdmək lazımdır. Mən burada birbaşa olaraq ABŞ-ı günahlandırmam. Yəni proseslərin müxtəlif narrativləri vardır, müxtəlif paradigmalar formalaşır. Onlardan da biri əvvəlki dövrdə Trumpın Çinə qarşı tətbiq etdiyi sanksiyalar, sonra isə qalxan eskalasiya vardır. Yəni burada bir məntiq axtarmağa çalışırıq, onun üzərində müzakirə aparırıq. Və bu baxımdan ola bilsin ki, əsas Çinin bölgədəki dəstəklədiyi dövlət Pakistan hədəf götürülmüşdür və Hindistana verilən dəstək, Vensin səfəri, Fransadan alınan Rafallər, F-35 proqramı ilə verilən bax bu müasir qırıcılar hansı ki qardaş Türkiyəyə verilmir, baxmayaraq ki NATO-nun üzvüdür. Hətta F-16'ların alınması ilə bağlı da problemlər var idi. Patriotların alınması ilə. Baxın, ikili standartlar, qərəz
hara qədər gedir və nə qədər iti ucları vardır. Ona görə də Pakistan düşünürəm ki, məsələ Çin ilə rəqabət fonunda daha çox hədəf alınaraq Hindistanın dəstəyi ilə həm də Çinə qarşı və dünya okeanlarına çıxış, körfəzlər, boğazlar və önəmli keçidlər uğrunda mübarizənin tərkib hissəsidir. Sualınıza gəlincə isə əlbəttə Böyük İpək yolu dövründən bugünə qədər ticarət yolları uğrunda qlobal imperiyalar müharibələr aparıblar. Bugün də onun yeni dövrüdür. Məsələn, Zəngəzur dəhlizi, Orta dəhliz, Şimal-Cənub dəhlizi bizim regiondan keçir və qlobal mənada baş verən proseslərdə biz də öz payımızı, rolumuzu axtarırıq. Məsələn, Husilərin ticarət gəmilərinə hücumlarında biz düşünürük ki, Orta dəhlizin əhəmiyyəti artır. Və yaxud Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda düşünürük ki, yenə Orta koridor əhəmiyyətlidir. Bax, burada da elə Ədən körfəzində, Süveyş boğazında olan proseslər fonunda bir kəmər bir yola qarşı da alternativlər formalaşdırmağa çalışırlar. Bəli, faktiki olaraq o Otto von Bismarckın zamanında dediyi kimi dəmir və qan. Bəli. Yəni o Almaniyanı qururdu, amma indi isə dünya bu cür prinsiplə qurulurdu, elə deyilmi? Dəmir və qan. Bunu biz dünyanın hər yerində görürük, təəssüflər olsun. Amma bu bölgədə, yəni bu daha doğrusu dünyada İlyas mənim çox doğru söylədi. Biz alternativləri təklif edirik. Yəni, həqiqətən də Azərbaycanın təklif etdiyi Zəngəzur koridoru məsələsinin də perspektivdə işə düşməsi ilə bu orta koridorun dünya üçün əslində bir xilaskar rolunu oynayacaq, dünya ticarəti üçün. Sadəcə bu hissi məsələ deyil. Elə deyilmi Bəruz müəllim? Yəni, biz burada da həll edici rola malik olacaq. Məncə bizim qurulan bu dünya düzənində təkcə açar ölkə olmayacaq, həm də həll edici ölkə olacaq. Təsir imkanlarımız daha da artacaq. Tamamilə doğru deyirsiniz, amma icazənizlə mən bir məsələyə münasibət buyurun, təbii ki. 5 dəqiqəmiz var. Bəli, əgər söhbət demokratlar hakimiyyəti dövründən geçsəydi, bir mənalı şəkildə oxların Amerika Birləşmiş Ştatlarına tuşlanmasını tam şəkildə qəbul etmək olardı. Amma indiki məqamda, hörmətli ekspert də qeyd etdi, Amerika Birləşmiş Ştatları Çinlə müharibə fonunda dırnaqarası o mən soyuq müharibəni və iqtisadi müharibəni mən qeyd edirəm. Hindistana potensial özünün sənayeləşmə bölgəsi kimi baxırsa, indiki məqamda Amerika Birləşmiş Ştatları o qədər də maraqlı olmaz ki, Hindistanda müharibə geçsin. Burada açıq demək lazımdır. Daha çox Avropanın bu və ya digər dövlətlərinin rolunun burada qiymətləndirilməsi vacibdir və daha çox Fransanın, məsələn, Avropa İttifaqının aparıcı qüvvəsi kimi Fransanın üslubu, Fransanın müvafiq olaraq Hindistanı silahlandırması, istiqaməti daha indiki münaqişə səviyyəsində daha ağlabatan görünür. Niyə? Nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı, daha konkretləşdirsə Fransa arasında, Almaniya arasında özlüyündə də müəyyən qarşıdurma yaranıb. Belə bir məqamda Amerika Birləşmiş Ştatlarını həm iki cəhbədə savaşmağa məcbur etmək, Ukrayna və Hindistanda, bu Avropa üçün çox daha əlverişlidir. Digər tərəfdən də Fransanın mahiyyəti bizə bəllidir. Və bu bölgədə münaqişələrin alovlanması Fransanın dənizaşırı ərazilərindən tutmuş ayrı-ayrı bölgələrdə öz imkanlarını artırmasına yaşıl işıq yandıracaq. Bu, çox üzərində dayanılacaq istiqamətlərdən biridir hesab edirəm. O ki, qaldı qeyd etdiyiniz məsələyə. Bəli, Azərbaycan bugün həqiqətən də dünyada sabitləşdirici güc kimi çıxış etməyə başlayıb. Bilirsiniz, bir reallıq var da, bizim nə əhali sayımız, nə ərazi böyüklüyümüz dünyaya diktə etməyə bizə imkan vermir. Amma liderimizin vizyonu bizim üçün tamamilə yeni bir missiya, tamamilə yeni bir istiqamət boynumuza qoyub. Bəli, Azərbaycan liderinin, açıq demək lazımdır, vizyonu idarə etdiyi ölkədən çox daha böyükdür. Və bu məqamda istər qoşulma hərəkatının rəhbəri kimi, istər Türk dünyasının istisnasız lideri kimi, istər İslam dünyasının aparıcı güc sahiblərindən biri kimi Cənab İlham Əliyevin bugün istər beynəlxalq islahatlar, ayrı-ayrı beynəlxalq mexanizmlərdə həyata keçiriləcək islahatlar, istər dünya düzəni ilə bağlı irəli sürdüyü təkliflər, irəli sürdüyü tövsiyələr və bu istiqamətdə beynəlxalq ictimaiyyətdən tələbləri əslində, bax, bu kimi münaqişələrin qarşısını almağa hesablanıb. Bugün dünyada münaqişələrə səbəb və münaqişələrə bəhanə nələrdir? Terror aktlarıdır, ərazi mübarizələridir. Cənab İlham Əliyev artıq Cənubi Qafqaz kimi, həmin bugün o Pakistan-Hindistan yerləşdiyi bölgədən çox daha mürəkkəb bir bölgədə sülhə nail olursa, əgər Azərbaycan lideri bugün Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə separatizmin kökünü kəsibsə, demək ki, artıq dünyaya bizim göstərəcək nələrimiz var. Bəli, həqiqətən də tamamilə doğru vurğuluyursunuz. Zəngəzur dəhlizi, o açıq qalan məkan
bugün işə düşərsə, Çində, Hindistanda, Pakistanda bu və ya digər formada bu proseslərdə vahid maraqlardan çıxış edə bilər. Və indiki məqamda hesab edirik ki, bəli, həqiqətən də qeyd etdiyiniz kimi bu məsələdə Azərbaycanın beynəlxalq hüquqa yanaşması, Azərbaycan liderinin açıq, konkret, qətiyyətli mövqeyi proseslərdə təbii ki, bu və ya digər formada həll edici addım kimi çıxış etmək ehtimallarını biz nəzərdən keçirə bilərik. Həm də ölkəmizin bu mənada əhəmiyyətini anlayır dünya artıq. Dünya bir mənalı şəkildə İranın bir açıqlaması var. Yəni İran belə deyək də artıq Traseka layihəsinin Azərbaycan ərazisindən keçən yəni şərq-qərb marşrutunda bir əməkdaşlıq platforması ola biləcəyinə də işarə edib. İstər İran, istər Çin, istər Pakistan, biz kifayət qədər bununla bağlı, bəli, biz kifayət qədər ciddi mesajlar artıq almışıq. Əslində nə üçün bunu dedim? Çünki zamanında buna qarşı çıxan ölkələr belə artıq bu həqiqəti başa düşməyə başlayıblar və görürlər ki, yəni burada hər kəs qazana bilər Bəhruz müəllim, elə deyilmi? Tamamilə doğrudur. Bəli, təşəkkür edirəm sizə. Bəhruz Məhərrəmov, Azərbaycan parlamentinin deputatı, İlyas Hüseynov politoloq, Vüsal Quliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, həmçinin Qayser Nava proqramımızın əvvəlində, əziz tamaşaçılar, Pakistandan qonağımız oldular. Hər birinizə təşəkkür etmək istəyirəm. Həqiqətən də düşünürəm ki, maraqlı müzakirələr oldu. Eskalasiya artıq baş verib, amma burada dünya öz üzərinə düşən məsuliyyəti nəhayət başa düşməlidir. Müzakirələrdən gördünüz, əziz tamaşaçılar, hər kəs bu bölgədə öz oyununu oynamaq istəyir və bu ölkələr də, xüsusilə böyük dövlətlər də nəzərə almırlar ki, bunun sonu nə ilə nəticələnə bilər. Hər türlü risklərə gedirlər. Hər iki ölkənin nüvə silahı var. Orada başqa bir hadisələr baş versə, Allah etməmiş, yəni nüvə silahından istifadə olunsa, dünyanın gələcəyi, bəşəriyyətin gələcəyi nə olacaq? Bunun məsuliyyətini belə görünür ki, anlamırlar. Ona görə də biz Azərbaycan dövləti olaraq hər zaman sülhün, sabitliyin, ədalətin tərəfində dayanmışıq. Pakistanlı ekspertimiz də bunu dedilər. Ən azı bu mənada bizim ölkəmizdən nümunə götürməlidirlər deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gəlin görüşlərə.